Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 ili paytaxtın Binəqədi rayonunda silsilə tədbirlərlə qeyd olunur. Ulu Öndərin doğum günü münasibətilə bayram havasında bəzədilən rayonun Heydər Əliyev adına istirahət parkında təbii gül və çiçəklərdən hazırlanan kompozisiyalar nümayiş etdirilib. Kompozisiyaların hazırlanmasında 100 mindən çox təbii gül və çiçəkdən istifadə olunub. Rayon İcra Hakimiyyəti başçısı Xaləttin İskəndərov, millət vəkilləri Madər Musayev və Rafael Cəbrayılov, eləcə də rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri əl işləri ilə tanış olublar. Xüsusi zövqlə hazırlanan Xalça Muzeyi Bakı aeroportu neft buruqlarını əks etdirən kompozisiyaların nümayişi ilə yanaşı Ulu Öndər Heydər Əliyevin müdrik kəlamları da səsləndirilib. Ümummilli liderin portreti və imzasını əks etdirən kompozisiyada xüsusi maraqla qarşılanıb. Ulu Öndərin anadan olmasının 91 illiyinə həsr olunan Gül bayramında rayon icra hakimiyyəti tərəfindən geniş konsert proqramı da təqdim olunub. Konsertdə Respublikanın tanınmış incəsənət ustalarının ifasında Azərbaycana və Ulu Öndərə həsr olunan mahnılar və şeirlər səsləndirilib. Tədbirdə səmaya 5000 şar buraxılıb. Gül bayramı münasibətilə Heydər Əliyev adına istirahət parkında təşkil olunan konsert proqramı axşam saatlarına dək davam edib. Rayon ictimaiyyətinin böyük maraq göstərdiyi bayram tədbirində xaricdən dəvət olunan incəsənət ustaları Neonlu Davul Çalanlar qrupu geniş konsert proqramı ilə çıxış edib. Bayram tədbirində flash mob da təqdim olunub. Flash mobda rayon sakinləri tərəfindən səmaya 91 ədəd uçan fənər buraxılıb. Gül bayramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.